Salamlar, hər vaxtınız xeyir. Bugün Səfəvi Osmanlı müharibələrindən danışacağam. Qısa bir izah keçəcəm. Əsas məqamları qeyd edəcəm. Diqqətlə qulaq asaq. Gəlin başlayaq. Əsasən bugün danışacağıq 2-ci Səfəvi Osmanlı müharibəsi. Səfəvi, çünki ən çox qarşıdırılan məqamlar buradadır. 2-ci Səfəvi Osmanlı müharibəsindən danışacağıq. Deməli, bildiyimiz kimi 3-cü Murad elə bil ki, Səfəvilər dövlətindəki gərgin vəziyyətdən istifadə etmişdi. Osmanlının Van hakimi Xosrov Paşanın tərki ilə Kürdlərin qiyamı olmuşdu. Bunun nəticəsində Xosrov Paşa Xoya hücum edərək, yəni Xosrov Paşa yazaq bura. Xosrov Paşa Xoya hücumundan sonra artıq müharibə başladı. Ümumiyyətcə Səfəvi Osmanlı müharibəsi 1578-1590-cı ili əhatə eləyir. 1590-cı ildə 1-ci İstanbul müqaviləsi ilə başa çatmışdı. Və bu müharibə başlaması nəticəsində hansı sülh pozulur? Amasya sülhü. 1555-ci il Amasya sülhü pozuldu. Bunu belə yadımızda saxlayaq. Deməli, gəlin indi başlayaq. Ümumiyyətcə ilk döyüşlərə qızılbaşlar qalib gəlmişdi, amma əsas üstünlük hər zaman Osmanlılarda olmuşdu. Çünki 1-ci Abbasa qədər ümumiyyətcə ordu yaxşı qurulmamışdı deyə, o qədər də böyük bir uğurlar qazana bilmirdilər qızılbaşlar. Çünki ordu düzgün qurulmalıdır ki, artıq qalibiyyətlərin də sayı çoxalsın. Gəlin başlayaq birincisi Çıldır döyüşündən. 1500 neçənci ildir? 1578-ci il Çıldır döyüşü var. Çıldır. Burada qələbə qazanmışdı Osmanlılar. Osmanlıların qələbə qazanmasındakı əsas amilləri qeyd edək ki, burada Osmanlıların qüvvələr nisbətinin Osmanlının xeyrinə olması, bir də qızılbaş tayfaları arasında birliyin olmaması idi. Məsələn, bu birliyin olmamasının söhbətini biz 100 illik müharibədə Fransa ordusunda da görə bilərik ki, onlarda hər dəstənin öz başçısı var idi deyə, yəni vahid komandanlığa tabe deyildilər deyə Fransa ilk müharibələrdə məğlubiyyətə uğramışdı, qalib gələ bilməmişdi. Ancaq 1360-cı ildə artıq müəyyən qədər tədbirlər həyata keçirilir və ondan sonra artıq 100 illik müharibənin nəticəsində Fransa qalib bir dövlət kimi çıxmışdır. Elə həmin ildə, yəni 1578-ci ildə Osmanlı qoşunu nə edir? Hansı ərazini ələ keçirmişdi? Yəni Çıldır döyüşündən sonra Şirvan ələ keçirilir. Bunu belə yadımıza saxlayaq. Ümumiyyətcə, belə deyək, həmin ildə Şirvanda Səfəvilər əleyhinə baş vermiş qiyam da var idi ki, bu qiyam Osmanlıların işini daha da asanlaşdırmışdı. Fürsət bu fürsət deyib ələ keçirmişlər bu ərazini. Və bununla da nə olur? Kürdən şimaldakı torpaqlar, keçir kimin hakimiyyəti altına? Osmanlıların hakimiyyəti altına keçmişdi. Bunu belə yadımızda saxlayaq. Daha sonra, deməli, Sultanın tələbi ilə Krım xanları da şimaldan Şirvana daxil olurlar və artıq Məhəmməd Xudabəndənin oğlu var. Bildiyimiz kimi 1578-90-cı illərdə Məhəmməd Xudabəndən dövrüdür. Məhəmməd Xudabəndən dövrünün başçısı da Abbasın dövründən artıq sona yetmişdi müharibə və Həmzə Mirzə artıq hərbi əməliyyatlara başlayır. Və Şirvanı azad etmək üçün məqsəd nə idi? Məqsəd Şirvanı azad etmək. Bunu azad etmək. Şirvanı azad etmək. Bunun üçün hərbi əməliyyatlara başlayırlar və Ağsu çayı sahilində 1578 noyabr. Bu avqust ayında olmuşdu. Bu isə noyabr ayında olmuşdu. Hansı döyüş? Noyabr 1578 Molla Həsən Ağsu çayı sahilində. Sonra Buğurt qalası var, onu da qeyd edək. Var idi. Molla Həsən döyüşü baş vermişdi. Molla Həsən döyüşündə Krım qoşunu, axı deyirik, Şirvana daxil olmuşdu şimal tərəfdən. Deməli, burada qələbə qazanmışdı kimlər? Səfəvilər.
Səfəvi qalib gəlir və kimlər məğlub olur? Krım xanı, Adil Gəray əsir düşmüşdü. Krım xanı əsir olur. Əsir düşür. Belə yadımıza saxlayaq. Krım xanı əsir düşmüşdü. Və Molla Həsən döyüşü belə yadımıza bu testlərdə düşür. Mesela Qızılbaşların sonuncu qələbəsi idi. Sonuncu böyük uğur. Gəlin yazaq. Sonuncu böyük uğur. Uğur kimi qeyd olunur. Sonra artıq belə deyək, burada qalib gəldilər. Ancaq belə deyək də Səfəvlərin daxilində o qədər böyük daxili çəkişmələr var idi ki, yəni onların qalibiyyəti belə bir şey dəyişmirdi. Düzdür, Şirvanı müəyyən qədər ələ keçirə bilmişdilər, nail olmuşdu Şirvanı ələ keçirməyə, amma daxili çəkişmələr onların burada tam olaraq üstünlüyünü yaratmağa kömək olmamış. Üstünlüyü yarada bilməmişlər, möhkəmlənə bilməmişdilər. Amma yenə də üstünlük kimə keçir? Osmanlılara keçmişdi. Sonra Niyazabad döyüşü var. Niyazabad döyüşü Niyazabad 1583-cü ildə 83 Niyazabad. Burada ilk olaraq Qızılbaşlar qalib gəlmişdi. Yəni üstünlük Qızılbaşlarda olsa da, ancaq sonradan nə olur? Üstünlük keçir Osmanlılara tərəf. Yəni Qızılbaşlar əvvəlcə Osmanlı Krım qüvvələrini Dərbəndə tərəf sıxışdırırlar. Amma sonradan Osmanlı qüvvələri əlavə qüvvələr toplayırlar deyə artıq Şirvanda, Dağıstanda möhkəmlənə bilirlər. Və bundan sonra Osmanlı Sultanı ümumiyyətlə Səfəvilər həm də bilirsiniz niyə görə məğlubiyyət uğrayırdı? Çünki həm də Şeybanilərlə mübarizə aparırdı. Yəni iki cəbhə də mübarizə aparırdı. Ona görə artıq daha da gücdən düşürdü, daha da zəifləyirdi. Belə yəni iki cəbhədə həm Şeybanilərlə, həm də Osmanlılarla mübarizə aparırdı. Osmanlıların təbii ki, işğalını nə asanlaşdırdı? Yəni qalibiyyətini nə asanlaşdırırdı? Yəni daxili çəkişmələr, sarayda müxtəlif çevrilişlər, Səfəvilərin iki cəbhədə mübarizə aparması, bunların hamısı. Deməli, 1583-cü ildə Niyazabad döyüşü olmuşdu. Çuxursəd vilayəti tutulmuşdu. Osmanlılar Çuxursədi tutmuşdular. Bunu yazaq 1. 2 yazaq. Çuxursədi də tutmuşdular. Artıq məsəl üçün Niyazabad döyüşündən sonra Şirvanda və Dağıstanda öz mövqelərini möhkəmləndirə bilmişdilər. Sonra Çuxursədi tutulurlar. Daha sonra 1585-ci ildə Sufyan döyüşü olmuşdu. Birinci Sufyan döyüşü olmuşdu. Gəlin yazaq 1585. Birinci Sufyan. Birinci Sufyanda yadınızda qalsın ki, Məhəmməd Xulabənin dövründə olmuşdu. Və bu döyüşdə qalib gələn Osmanlı olub. Osmanlı. Üstəgəl qoyuram Osmanlı. Osmanlılar qalib gəlmişdi bu döyüşdə. Və Həmzə Mirzənin başçılıq etdiyi Qızılbaş qoşun da geri çəkilmişdi. Və bundan sonra Osmanlı əskərləri təbii ki, haranı tuturlar? Paytaxt şəhəri Təbrizi tuta bilirlər. Qeysəriyyə bazarı yandırılmışdı burada. Belə artıq Qızılbaşlar daha da zəifləməyə doğru gedirdilər və Həmzə Mirzə Osmanlılarla sülh danışıqlarına başlamaq istəyir 1586-cı ildə. Və Sultan 3-cü Murad nə deyir? Əsas şərti olur ki, işğal etdiyim torpaqlar məndə qalacaq. Ancaq Həmzə Mirzə isə deyir ki, Təbrizin Qızılbaşlarda qalması, təbii ki, niyə görə Təbriz? Çünki paytaxt şəhərdir. Paytaxtın tutulması bir biabırçılıqdır və yaxud düşmə mövqeyə keçməsi biabırçılıqdır. Təbrizin bizdə qalması şərtinə, yəni Səfəvlərdə qalması şərtinə mən sülh bağlamağa razıyam. Və bu razılığa gəlirlər, amma başa çatmır. 1586-cı ildə Qarabağda sui-qəsd nəticəsində Həmzə Mirzə öldürülmüşdü. Və 1586-89-cu illərdə Azərbaycanın böyük hissəsi 86-1589-cu illərdə Azərbaycanın böyük hissəsi Osmanlılar tərəfindən işğal edilmişdi. Ümumiyyətlə 1575-1587-ci illərdə Məhəmməd Xudabəndə olub. Sonra saray çevrilişi nəticəsində Şah 1-ci Abbas gəlmişdi. Çox ağır bir dönəmdə gəlmişdi hakimiyyətə. Böyük Abbas kimi də tanınır o. Və o gələndən sonra Osmanlılar sülh danışıqlarına başlayır, müəyyən qədər tədbirlər həyata keçirdir, irsilik prinsipini ləğv edir və bu müharibə belə deyək ki, başa çatır İstanbul müqaviləsindən. Azərbaycanın böyük hissəsi Osmanlıların tabeliyinə keçir. Yəni Səfəvilər ən bərbad bir dövrdən keçirdilər. Yəni dağılmış bir dövr yaşayırdı 1590-cı ildə. 78-dən 90-cı ilə qədər bu dönəmlər Səfəvlərin çox pis bir dönəmidir. Daxili çəkişmələr,
Qızılbaşlar vahid komandalığa tabe deyildilər, bir-birlərinə mübarizə aparırdılar, xəzinə boşalmışdı və s. və s. İndi keçək videomuzun ikinci hissəsinə. 1-ci Abbasın dövründə hansı hərbi əməliyyatlar aparılıb, onlara keçək və onlardan başlayaq danışmağa. Bəli, indi də danışırıq. 1-ci Abbasın dövründə aparılan hərbi əməliyyatlar 1603-1612 il müharibələri. Hansı sülhlə başa çatır? 2-ci İstanbul. Bu Amasya müqaviləsini təsdiq edənlərdən idi. 2-ci İstanbul, sonra Mərənd sülhü, sonra isə Qəsri Şirin sülhləri. Bunların hər üçü də Amasya sülhünün şərtlərini təsdiq edən müqavilələr hesab olunur. 1599-cu ildə, əvvəlcə bunu qeyd edeyim, 1500 ərazilərin başlıca alınması idi. Xorasanın Şeybanilərdən alınması, Hörmüzün Portuqaliyalılardan alınması, bir də Azərbaycan torpaqlarının Osmanlılardan alınması. 1599-cu ildə Xorasan ərazisi tutulur 1-ci Abbas tərəfindən. Bu getdi. Bunu dedik. Daha sonra başlayır 1603-cü il yeni bir mərhələyə başlayır. Səfəvi Osmanlı müharibələri başlayırdı. Artıq torpaqlarımız yavaş-yavaş azad olur və bütün Azərbaycan torpaqları 1-ci Abbasın hakimiyyəti altına keçmişdi. Uğurlu müqavilələrdən hesab olunur. 1603 Təbrizdə üsyan olur. Əhali Təbrizi üsyan qaldırır deyə bu şəhəri tutmaq daha asan olur, düzdürmü? Üsyan olur və Təbriz şəhəri azad edilir. Təbriz azad. Bununla da nə olur? Artıq cənub torpaqlarına giriş açarı əldə edilmiş olur. Yəni cənub əyalətlərinin taleyi həll edilmişdi burada. Həm də bundan sonra biz nə deyə bilərik başqa? Deməli, burada məsələn Ordubad əhalisi də var ki, Abbasa çox kömək eləmişdi 1-ci Abbasa. Yəni Osmanlıların vəziyyətini daha da gərginləşdirmişdi ki, Səfəvilərə kömək eləmiş kimi olmuşdu. Yəni yardım göstərmişdi Səfəvilərə, Osmanlılara qarşı üsyan qaldırmışdı deyə Ordubad əhalisi vergilərdən azad edilmişdi. Ordubad, bunu yadınızda saxlayaq. Ordubad şəhəri vergidən azad edilmişdi. Bunu belə yadımızda saxlayaq. Daha sonra 1603-cü ildə başqa hansı ərazilər tutulur? 1603 Culfa və Naxçıvan döyüşsüz tutulur. Rahat üsullarla tutulur. Döyüşsüz tutulmuşdu bu ərazi. Yəni əslində burada qeyd etməliydik Ordubadı. Yəni bu əməliyyatdan sonra olmuşdu. Burada xüsusi şücaət göstərmişdi deyə vergilərdən azad edilmişdi. Daha sonra Çuxurşəd mühasirəyə alınması 1603 Çuxurşəd mühasirəyə alınır. 1604-də tutulur. 1604-cü ildə tutulmuşdu və Osmanlı əsgərlərinin azad edib Qarsə qədər getməsinə kömək etmişdi. 1605-ci il var, buraya yazaq 1605. Bu isə 2-ci Sufyandır. Bayaqkində Osmanlı qalib gəlmişdisə, bunda qalib gəlirsə Səfəvi. Səfəvi qalib gəlmişdi. Turan taktikasından istifadə edilmişdi burada. 1605-1607-ci illərdə 1605-1607-ci illərdə hansı ərazilərdə Qarabağ, Gəncə, Şirvan, Loru, Dərbənd, Tiflis ya bu kimi ərazilər, bu qalalar azad edilmişdir. Şərqi Gürcüstan və Dağıstan, daha sonra Şərqi Gürcüstan, Dağıstan tabe edilib. Dağıstan da tabe edilmişdi. Belə. Ümumiyyətcə, yandırılmış torpaq taktikası var idi ki, ondan çoxu istifadə eləmişdi. Həm 1-ci Təhmasib, həm 1-ci Abbas istifadə eləmişdilər. Deməli, 1603-1612-ci il
belə deyək, müharibəsinin hərbi əməliyyatları 2-ci Sərhəd sülhü ilə başa çatmışdı. Daha sonra nəyə keçək? 1616-1618-ci il müharibələrindən danışaq. 1616-1618-ci il müharibəsi. Bu başa çatmışdı Mərənd sülhü. Mərənd sülhü. Bu heç. Mərənd sülhü. Bu da Amasyanı təsdiq etmişdi. Amasya sülhünün şərtlərini təsdiq etmiş sülhlərdən biri hesab olunur. Bundan sonra da Qəsr Şirin var idi, o da belə idi. Daha sonra belə deyək ki, 1-ci Əhməd artıq narahat idi deyə Səfəvilərə qarşı müharibə elan eləyir. Sərhəd mübahisəsinə görə hara hücum eləmişdi Osmanlı? İrəvana hücum etmişdi. Bunun nəticəsi nə olur? Geri çəkilməyə məruz qalırlar. Onları Səfəvilər mühasirəyə alır deyə bura qoyaq Osmanlı. Yəni Osmanlı məğlub olmuşdu. Onu yadınızda saxlayaq. Osmanlılar məğlub olmuşdu. Və 1618-ci il Osmanlı hara qədər irəliləmişdi? Təbriz və Ərdəbilə qədər. Təbriz və Ərdəbilə qədər irəliləmişdi və Sərəv vilayətində belə bir şey deyim ki, məsələn bu Təbrizdir, bu məsəl üçün Ərdəbildir, Ərdəbil belə deyim, xəritədə belə düşür. Bunların ortasında belə ulduz qoyun, burada Sərab yerləşir. Yəni Təbriz və Ərdəbilə qədər irəliləyibsə, burada artıq bir döyüş olur. Bu döyüşdə qalib gələn kim olmuşdu? Həlledici bir döyüş idi. Sərab yazaq bura, Sərab. 1618 həlledici Səfəvi. Səfəvilər qalib gəlmişdi. Başqa. Deməli, geri çəkilmişdilər və 2-ci Osman da artıq 2-ci Osmanla Mərəd sülhü imzalanmışdı. Amasya müqaviləsinin şərtləri də burada bərpa olunur. Və burada bundan sonra 1621-ci ildə əbədi dostluq müqaviləsi imzalanmışdı. Əbədi dostluq. Kimlə? İngiltərə. Axı biz bayaq dedik, Hörmüz boğazı Portuqaliyalıların tərəfindən işğal olunmuşdu İsmailin dövründə və İngiltərə İspaniya və Portuqaliya arasındakı rəqabətdən istifadə edib bu fürsət bilib Səfəvilərlə müqavilə imzalanmışdı, əbədi dostluq müqaviləsi. Sonra 1622-ci ildə hətta İspaniya kralı 2-ci Filip də demişdi ki, mən sənə köməklik eləyərəm Portuqaliya qarşıda, yəni mübarizə aparmaqda, Hörmüzü azad etməkdə. Amma 1622-ci ildə ingilislərin köməyi ilə Hörmüz azad edilir. Sonra bu 16-18-dən danışdım. Bura qeyd edeyim, yadda qalsın. 1622-1639. Bu da bitmişdi Qəsr Şirin. Əvvəli Səfəvilər üçün uğurlu olsa da, sonradan uğursuz olmuşdu. Deməli, 2-ci Osman ölmüşdü. Osmanlı hakimləri Səfəvilərə müraciət eləmişdi, Bağdadı idarə edən. Buna görə 1622-ci ildə başlayır. 1622-23 Dəniz və Fərat çayları ətrafında yaşayan, daha doğrusu mövcud olan bir sıra şəhərləri, yəni Bağdad, Mosul, Nəcəf, Kərbəla, Kərkük daxil olma, yəni bütün İraqı 1-ci Abbas tabe eləmişdi. Bununla da yəni bütün Azərbaycan, Şərqi Gürcüstan, Bağdad onun tərkibinə getmişdi. Şah Səfi dövründə isə bu əldə edilən torpaqları qoruyub saxlaya bilmir və bu dövrdə də Osmanlı Sultanı 4-cü Murad idi. 1629-cu ildə hücum etmişdi. 1629-cu ildə 4-cü Murad hücum eləmişdi. 1638-ci ildə Bağdad tutulmuşdu.
38-də. 39-u da Qəsr Şirin müqaviləsi imzalanmışdı. İrəvan Səfəvlərdə qalmışdı. Bağdad, Ərəb-İraq Osmanlılara getdi və Osmanlılar Səfəvlərdən təminat aldı ki, Van Qars Axalsıq ərazilərinə hücum etməyəcəyinə dair. Belə bu qədər. Deməli, dediyim kimi, Amasya müqaviləsinin şərtlərini təsdiq edənlər hansılar oldu? 2-ci İstanbul, Mərənd sülhü və Qəsri Şirin sülhü. Bunları belə yadımızda saxlayaq. 1514-1555 Amasya, 1578-1590 birinci İstanbul, daha sonra 1603 1612 ikinci İstanbul, 1616 1618 Mərənd, 1622-1639 Qəsri Şirin. Belə. Deməli 6 dənə müharibə olmuşdu. Hətta biri də var, onu da qeyd edim. 1735-ci il. Bu müharibədə var Səfəvi Osmanlı arasında. Bunu daha çox aparmışdı, yəni bu müharibəni Nadir xan tərəfindən aparılmışdı. Belə, bu qədər. Videomuzu bəyənib izləməyi unutmayın. Bəyənib şərh bildirməyi unutmayın.